Bir ibadətin necə edilməsini Quranda tapmasan nə etməliyəm? Misal üçün namaz, həcc. İndi mən də sual verirəm, hansı ibadətin edilməsi Quranda göstərilib ki? Heç bir ibadətin necə edilməsini sən Quranda tapa bilmərsən. Allah Teala buyurur, namaz qıl. Namaz neçə rükətdir? Fəcr namazı neçə rükətdir? Zöhr neçə rükətdir? Əsr, məğrib, işa. Bunları biz hardan götürürük? Hədislərdən. Hədis inkarcılar deyir ki, yox, 2 rükətdir. Quranda Allah Teala buyurur ki, 2 rükətdir. Halbuki Allah Teala buyurur ki, səfərdə olduğunuz zaman qısaldın, səfərdən qayıtdıqda zaman əmnəmalıda olduğunuzda tamamlayın namazı. Ona görə də bu belə sual vermək düzgün deyil. Əgər namazın hansısa ibadəti Quranda tapmasan, sən heç bir ibadətin keyfiyyətini, necəliyini Quranda tapmayacaqsan. Namaz, zəkat. Allah Teala buyurur ki, zəkat verin. Zəkat hansı mallara düşür? Zəkat nə qədərdir miqdarı? Nisabı nə qədərdir? Nə qədər çıxarılır? Allah Teala buyurur, oruç tutun. Orucu pozan hansı əməllərdir? Hansı hallarda oruç tutulmur? Orucu pozan, qeyd edirik, pozan əməllər, bunlar hamısı hədislərdə gəlir. Allah Teala buyurur ki, həcc edin. Düzdürmü? Həcci necə edək? Bunları hamısı hardan götürülür? Hədislərdə. Ona görə də cavab belədir. Allah Teala bizə Quran-ı Kərimi Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə vəhy etməklə göndərib və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə nümunədir. Necə ki, Allah Teala nə deyir? Laqad kana lakum fi rasulillahi uswatun hasana limen kana yarjullaha vel yawmal axira və zəkarallaha kəsiran. Həqiqətən Allah elçisi sizlərə, kimə? Allaha və axirət gününə ümid edənlərə və həmçində Allahı zikr edənlərə gözəl nümunədir. İndi əgər biz Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsini götürməsək, onun etdiyi əməlləri, sünnədə nədir? Peyğəmbər sallallahu əleyhi və səlləmin əməlləri. O zaman necə onu özümüzə nümunə götürə bilərik? Aydındır. Ona görə də bütün əməllərin, bütün ibadətlərin necəliyi, onların şərtləri və sair ərkanları hamısı nədir? Hədislər vasitəsilə. Ona görə də hədislərə qayıtmalısan. Hədislərə qayıtmalısan. Və Allah Teala da Quranda nə deyir? Allahın elçisi sizə nəyi verirsə onu götürün. Və nədən çəkindirirsə ondan çəkinin. Allaha və Rəsuluna itaət edin. Niyə görə Allah Teala bunları qeyd edir? Allah özü ilə bərabər elçisini də qeyd edir.